Məsələ bəsdir ki, Sevinç xanım, biz doğrudan da nələrin razılaşdırıldığını bilmirik, amma nələrsə razılaşdırılır. Razılaşdırılmasaydı davam etməzdi belə tezliklə. Bu birinci məsələdir və yadımızdan çıxarmayaq ki, bir qayda olaraq siyasi xadimlər, siyasi rejimlər, çox təəssüf olsun ki, bugün Amerikadakı da rejim adlandırıla bilər, Trump hakimiyyəti, çünki ona qarşı ətraflı heç kəs nəsə söz deyə bilmir. Bu belədir. Və İrandakı rejim də aydındır, bizə məlumdur, nə rejimidir, hansı vəziyyətdədir. Əlbəttə ki, ölkə ictimaiyyətinə hesablanır bir qayda olaraq. Verdikləri media üçün açıqlamalar ictimaiyyətə hesablanmış məsələlərdir. Yəni, bu dedikləri ilə etdikləri hər zaman üst-üstə düşmür. Məsələn, Qərb mətbuatında belə məlumatlar var. İndi mən bilmirəm nə qədər həqiqətdir, yoxsa yox. Hər halda Fələstin və Qəzza məsələsi İranın danışıqlardan çıxardığı məsələdir. Yəni, orada aydındır ki, Qəzzalıların bərpa edilməsi filan, ərazilər filan, bunlar var. Bunlar atırlar indi İsrailin üstünə. Amma Amerika Birləşmiş Ştatları İran danışıqlarında, məsələn, bu maddələr sıradan çıxarılıb. Yaxud orada məlum olan, məsələn, bənd nədən ibarətdir? Amerika Birləşmiş Ştatları İrana təklif edib ki, 20 il müddətinə dinc məqsədlərlə nüvəni zənginləşdirə bilərsən. Amma beynəlxalq müşahidəçilərin nəzarət altında. Yəni, həmin o harada nəsə edirsənsə, ora giriş olmalıdır. Yəni, o cümlədən, belə deyək də, bu nüvə alimlərinin, MAGATE-nin və mütəxəssislərin, beynəlxalq komissiyaları. İran bu rəqəmi 10 il istəyib. Bu da var. Yəni, bununla bağlı müəyyən, belə deyir, irəliləyiş var. İndi o 10 deyir, bu 20 deyir, o yəqin ki, aradasa bir 15-də filan da duracaqlar. Bu da ola bilər. Yəni, demək istəyirəm ki, Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq Amerika Birləşmiş Ştatları İran müharibəsi, yaxud İsrail-İran müharibəsində danışıqlar üçün yer var. Əgər Rusiya-Ukrayna müharibəsində Rusiya deyir ki, Ukrayna adında dövlət yoxdur, Ukraynalı millət yoxdur, filan əraziləri mənə verməlisiz, filan ərazi və dövlətin olmamasından söhbət. Amma Amerika Birləşmiş Ştatları İsrail cütlüyü ilə İranın mübahisəli məsələləri belə deyək də, yumşaldıla bilən məsələlərdir, bilinəcək məsələlərdir daha doğrusu, bilinəcək. Bu məsələlərdə hər zaman deltalar, yerlər var, hər zaman orada nələrisə dəyişmək. Dediyim kimi, İran deyir, 10 ilə mən zənginləşdirməliyəm, Amerika deyir, yox, 20 ilə. Deməli, haradasa burada bir, artıq demək bu alverdir, müəyyən mənada. Artıq demək danışıqlardır, burada kompromis üçün yer var. Amma məsələn, Rusiya-Ukrayna müharibəsində kompromis üçün yeri yoxdur. Rusiya plankanı əvvəlcədən, bəri başdan elə qaldırıb ki, yəni götürüb Ukraynanın 4 vilayətini və Krım Muxtar Respublikasını yazıb öz konstitusiyasına və indi də nə geri çəkilə bilmir, nə irəli gələ bilmir. Bax, belə vəziyyət belə bir necə deyim ki, belə dalana dirəni. Bəli, dalana dirəni, özdə dalana dirəyən də Rusiyanın konstitusiyasıdır o cümlədən, dövlət başçısıdır ki, o qədər özünə arxayın, özündən müştəbih, özündən razı, güya ki, o 3 günə Ukraynalı rejim dəyişəcək, Ukraynada hakimiyyət dəyişdiriləcək. Bunlar təbii ki, çox təəssüf olsun ki, Qərbdə çoxları inanmışdı buna, ciddi mərkəzlər inanmışdı, Amerika kəşfiyyatı da inanmışdı, hətta bu qaldı Baş Kəşfiyyat İdarəsinin rəisi ki, bizi də oradan Putin inandıra bilmişdi. Amma bunlar alınmadı və alınmayacaq və əksi baş verir. Çünki bu günləri silah, sursat və aviasiya sahəsində, raket, dron istehsalı sahəsində Ukrayna tərəf paritetdən irəli keçir. Yəni, bərabərləşir təxminən, bərabərlikdən də yuxarı keçir. Və bunlar baş verir. Dediyim kimi, İslamabad görüşündə kompromislər üçün yerlər olub. Dediyim, o maddələrlə bağlı artıq bilirsiniz, konkret məsələlərin rəqəmləri müzakirə edilir. Amma Rusiya-Ukrayna məsələsində prinsipial fərqlər var. Tamamilə, yəni bu dövlət və millət məsələsidir. Bu artıq tamamilə bir çətin məsələ. Çünki Amerika Birləşmiş Ştatları və İsrail bildirirlər ki, biz İrana daimi gəlməmişik, İran xalqını sevirik, amma İran xalqının
yoldan çıxaran onun rejimidir. Bəli. Filandır, rejim dəyişməlidir, İsrailin istədiyidir bu, tutaq ki, yaxud da Amerika Birləşmiş Ştatları deyir ki, indi siz görün nələr baş verə bilər. Məsələn, Trump da döşünə döyür, bilirik də, yəni dediyimiz kimi media üçündür dediyi fikirlərin, elə onun da İran rejiminin də, deputatların da hamısının danışıqları bir qayda olaraq 70%, 80% media üçündür, 20% həqiqətdir. Aydındır ki, təxmini deyirəm. Deməli, tutaq ki, deyək ki, Hürmüz boğazını mən bağlayacağam. Amerika Birləşmiş Ştatlarının birisi 10-12 gəmisi var orada, hərbi. Artıq var. Və sonda Qırmızı dənizdə Hüsilər də götürüb biraz yuxarıdan bağlayacaqlar. Yəni, bilirsiniz, belə bir sonsuz və mənasız və hamıya ziyan verən, bu gün artıq neft gəlib çıxıb $125-126. Hamı üçün zərərli olan məsələdir.